28 ildən sonra qovuşduğumuz vətən. Səni yenə itiririk. Yaşayış binalarımızın yerində turizm biznes təyinatlı binalar tikilir. Vətən. Nə uzun çəkdi vətən, dönüb sənə qayıtmaq. İçimin qürbətindən bu vətənə qayıtmaq. Hansı yolla qayıdım? Yolların çəpərlənib. Meşələrin, çöllərin, göllərin çəpərlənib. Bircə kolda qalmayıb kölgəsində yatmağa. Bircə göl də qalmayıb sularında batmağa. Səni doğrayan, bölən bıçaqlar arasında, səsi hündürdən gələn alçaqlar arasında mənim yerim yoxdur. Yox. Ha deyim ki, sən mənimsən. Mənim səndə yerim yox. Molla Yasin oxuyanda ölüləri əl çalan, binaları ucaldıqca adamları alçalan bu vətəndə yerim yox. Hər şeirim ürəyimin çat-çat olmuş güzgüsü. Özgələrin doğmasıyam, doğmaların özgəsi. Vətən, səni sevə-sevə axı necə itirdim? İldən ilə. İldən ilə səni ev-ev, küçə-küçə itirdim. Rəngdən rəngə düşə-düşə gün-bə-gün dəyişirsən. Dəyişirsən küçə-küçə, tinbətin dəyişirsən. Saxlamağa gücüm çatmır. Əldən çıxıb gedirsən. Təzə-təzə körpülərin altından axıb gedirsən. Bu üç rəngli bayraq altda, bu torpaq, bu daş üstə, körpələrin ayaq altda, körpülərin baş üstə. Sənsən, yoxsa mənəm yazıq? Buranıza kim desin, itkin düşən hansımızıq? Bunu bizə kim desin?